Salam hörmətli izləyicilər. Qeyd edim ki, biz Azərbaycan Respublikası Könüllü İctimai Nəzarət İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Bəli, bu günlərim bizə Göyçayın Yeniağ kəndindən müharibə qazisi Hacıyev Pərvin Əzizoğlu müraciət etdi. Yəni qeyd edim ki, Hacıyev Pərvin demək 44 günlük Qarabağ Savaşında minaya düşmüşdü və o kəllə beyin travması almışdı. Amma bu günə qədər düzdür, onu belə deyək ki, psixoloji xəstəxanada yatsa da, yəni ona hələ də 50 təyin olmamışdı. Lakin müraciətin əsası ondan ibarətdir ki, deməli bizim qazimizin o yaşadığı köhnə ev çox pis bir vəziyyətdədir. Dövlətin müəyyən yardımı ilə ona yeni evin tikilməsinə köməklik olmuşdur. Yəni müəyyən hissəsini, amma bəzi yerlərdə yarımçıq qalmışdır. Yəni amma onun yaşadığı bu ev demək olar ki, uçuq vəziyyətdədir. Yəni hər bir an uça bilər. Onun yəni körpə balaları var. Yəni hər an təhlükə yarana bilər. Ona görə biz də buradan ictimai nəzarət olaraq xahiş edirik həm adəti qurumlardan, eləcə də Azərbaycanımızın imkanlı şəxslərindən, Göyçayın imkanlı şəxslərindən, bizim belə deyək ki, xalqına, dövlətinə dəyər verən olanlarımızdan, vətəndaşlarımızdan xahiş edir ki, bu işdə Pərvinə müəyyən köməklik göstərsinlər ki, heç olmasa o yeni yarımçıq evinə köçə bilsin ki, bu köhnə evdən yəni qurtulsun, o təhlükədən qurtulsun. Ona görə mən Pərvinin özünə yəni bu barədə deyəcəm, özü də təqdim etsin və özü müraciət etsin, yəni həmin o imkanlı şəxslərə, adəti qurumlara. Bəli, Pərvin qardaş, yəni qeyd etdim bayaqda, yəni 44 günlük Qarabağ Savaşında, yəni minaya düşmüş, kəllə beyin travması almışdır. Lakin hələ bu günə qədər onun 50 təyin olmamışdır. Bir daha qeyd edim ki, yəni o müəyyən o təzə evinə köçməsi ilə əlaqədar, yəni o yarımçıq qalmış binanın təmiri ilə əlaqədar, tikintisi ilə əlaqədar müraciət edir adəti qurumlara. Pərvin qardaşım, buyur özünü təqdim elə. Mən Hacıyev Pərvin Əzizoğlu, Göyçay rayonu Yeniağ kəndi. Mən 44 günlük müharibədə yəni döyüşmüşəm vətən üçün, xalqımız üçün, millət üçün. Mən xalqımızdan, millətimizdən xahiş edirəm ki, yəni mənə köməklik eləsin bu köhnə mülkdən yəni bərpa olunum. Dövlətin köməkliyi ilə, aidiyyəti qurumların köməkliyi ilə təzə tikinti olub, müəyyən qədər yarımçıq işlər qalıb. Bəs mən xahiş edirəm ki, aidiyyəti qurumlardan, imkanlı şəxslərdən ki, mənə köməklik olunsun, yardım olunsun ki, mən bu artıq təzə tikintiyə köçə bilim. Nömrə 050 451 72 42. Bir daha təkrar edin nömrəsi. 050 451 72 42. İmkansız şəxslərdən kömək istəyirəm. Çox sağ olun. Bəli, hörmətli izləyicilər, yəni qeyd edim ki, doğrudan da bax Pərvin qardaşımızın yəni təzə evi, yəni tikiləsi evi budur. Yəni artıq demək ki, üstü örtülübdür, gördüyünüz kimi. Yəni sağ olsun dövlətimiz ona müəyyən köməklik edib, yardım edib. Lakin müəyyən yəni səbəblərdən bina yəni tam başa çatmayıbdır. Ona görə də biz də bax bu binanı çəkirik, göstəririk ki, yəni elə də böyük bir məbləğ lazım deyil. Bax bu binanın içərisi də tikili başa çatmalıdır. Yəni gördüyünüz kimi polda hələ heç nə yoxdur. Pol vurulmayıbdır, yarımçıq bir binadır. Ona görə də biz də xahiş edirik həmin o şəxslərdən ki, vətəninə, xalqına həmişə dəyər verir, xalqını sevir, bəli, Azərbaycanını sevir. Çünki Azərbaycanımız doğrudan da bu günlərim elə bir dövlət ki, bütün dünyada artıq Azərbaycanı tanınır. Bəli, eşq olsun cənab prezidentimiz İlham Əliyevə ki, bəli, bizim Qarabağımızı qaytardı. Bizim Qarabağ qayıtdıdan sonra, yəni bizim orada döyüşən oğlanlarımız da gəldi. Onların çoxlu hər bir şəraitdən təmin olunubdur demək olar ki. Həm şəhid ailələri, həm Qarabağ əhaliləri, qazilərimiz hər biri təmin olunubdur, şəraitdən çoxsu. Amma belə kəndlərdə bəzi bax belə xırda, yəni məsələlər qalıb ki, onlara da kömək olunsa daha yaxşı olar.
Bəli, biz inşallah bir olaraq, həmrəy olaraq yenə də bizim belə qazilərimizə dəstək olacaq həmişə, hər an. Ümid edir ki, Pərvin qardaşımızın məsələsi tezdə həll olar və bizim imkanlı şəxslərimiz, müəyyən adli qurumlar Pərvinə dəstək olar ki, bu ev tikilsin və o da öz körpə uşaqlarından bu evə köçsün və şad firavan yaşasınlar. Hər kəsə uğurlar diləyirəm və böyük ümidlərlə buradan ayrılırıq.